müharibə başladıktan sonra bizi Aviasiya Akademiyasında burada dronların istehsalı üçün, uçuş aparatlarının istehsalı üçün bir müəssisə yaratdılar. Bizi də ora cəlb etdilər ki, yəni biz bütün gücünü müharibəyə dəstək vermək üçün çalışmalıyıq. 2021-ci ildə biz Qarabağ ərazisində pilotsuz aparatlar vasitəsilə mina axtarma işlərində də iştirak elədik və 18 min hektar ərazinin mina xəritəsini burada həm spektral analizlə, həm də ki, normal görüntü ilə mina xəritəsini verdik. Dünya üzrə 400-ə yaxın komanda bu yarışmaya qoşulmuşdu. Onlardan 30 komanda Amerikaya dəvət olunmuşdu finala. Və o komandalar arasında da biz də var idi. Karantinə görə bağlanmışdı. Yəni Amerikaya gedə bilmədik. ...1999-cu ildə 4 avqustda Qusar şəhərində anadan olmuşam. İlk təhsilimi Qusar şəhər Bilsari Tam Orta Məktəbində almışam. Məktəb illərindən ibtidai siniflərindən başlayaraq şagirdlər arasında müxtəlif proyektlərin, avadanlıqların, robotların müzakirəsi ilə bu işləri başlayırdıq. İllər keçdikcə biz kompüterdə modelləşdirmədir, proqramlaşdırmadır, bu sahələrlə maraqlanırdıq. Məsələn, hal-hazırda bizim istifadə etdiyimiz 3D modelləşdirmə var. Biz onu ilk dəfə 5-ci sinifdə informatika dərsində kitabda bir Google SketchUp 3D modelləşdirmə proqramı haqqında qısa məlumat verilirdi. Maraqlı oldu, kompüterə yüklədik. Adi oturacağın stolun çəkilişindən başlamışdı düzü modelləşdirmə. Ondan başlayıb daha mürəkkəb detallarla, daha artıq ev dizaynları falan belə işlərlə məşğul olmağa başladıq. Artıq 5-6-cı siniflərdə bizdə həm olimpiyadalarda, həm də ki, yarışmalar üzrə biz veb saytlarının yaradılması ilə məşğul olmağa başlamışdıq. Hətta bir neçə yarışmalarda yer tutduğumuz da olmuşdur. Amma bu sahədə inkişaf etməyimin, belə sürətli qalxmamın əsas səbəblərindən biri valideynlərimin təşəbbüsünü görürəm. Atam özü mexanika mühəndisidir və uşaqlıqda bizdə məsələn oyuncaqların bir yarısı alınırdısa, digər hissələrini biz özümüz düzəldirdik. Evdə məsələn olan alətlərin, texniki alətlərin onların istifadəsi üçün mənə bir limit qoyulmurdu. Uşaq olmağıma baxmayaraq, uşaqdır dəymə prinsipindən uzaq olmuşuq həmişə. Zəif Pentium 4 tipli kompüterlər var idi. Məsələn, o kompüter bizə birinci dəfə çatanda bir müddət istifadə edəndən sonra mənə tam rahat azadlıq verilmişdi ki, yəni onu istədiyin kimi söküb içinə baxa bilərsən deyə. Orta dərəcəli bir güclü kompüter olandan sonra evdə atam artıq davamlı olaraq texniki tapşırıqlar verirdim. Hər zaman bu sual bizdə olurdu ki, məsələn, mən bu oyunu oynayıram, bunu özüm necə yarada bilərəm? Hansı ki, məsələn, oyunda maşın var, maşına mən necə dizaynı dəyişə bilərəm, təkərlərini dəyişmək, korpusunu dəyişmək və internetdə axtarıb biz tapırdıq. Mexanika sahəsində, digər sahəsində hamısının təməlində eyni şeylər dayanır. Texniki sahəyə, yəni yönələcəyim aydın idi onsuz da və buna görə birinci qrupa imtahan verməyi seçmişdim. Şəhərdə olanlar, aeroport ətrafında olan insanlar təyyarəni görür, məsələn, aviasiyanı görür, ona görə maraq yaranır. Mənim atam özüm də uşaq vaxtında aviamodelizmlə məşğul olduğuna görə müəyyən bir şəkildə maraq var idi ki, mən də aviasiyaya getmək istəyirəm, orada da aviator adını almaq istəyirəm. Düzdür, burada qəbul olmuş əsas qəbul imtahanları idi. Onları keçəndən sonra qəbul imtahanından 531 bal yığdım. Hava hərəkətinin idarə olunması mühəndisliyi ixtisasına daxil oldum bakalavrda. Hər istiqamət üçün burada bir müəssisə, müəyyən bir bina var. Təkcə aviasiya yox, bütün bu texniki sahələrlə məşğul olmaq üçün burada şərait var. Ona görə biz özümüz həvəskar şəkildə müəyyən layihələrlə məşğul olurduq. Birinci kursda burada yoldaşlarla tanış olduqdan sonra biz ilk biznes komandamızı yaratmışdıq. Proqramlaşdırmanı öyrənən ərəfədə mən STEP IT Akademiyasında paralel olaraq biz dərs alırdıq. Bu mühitdə o yoldaşlardan biri mənə bir təklif etdi ki, peyk yarışması var, Amerikan peyk yarışmasıdır. American CanSat adı, Can Satellite, konserva qabında ölçüsündə olan peyk. Və mənə təklif elədilər ki, orada yerüstü stansiyanın qurulması üçün bizə bir adam lazımdır. Təcrübəmiz ilk ərəfələrdə az olmasına baxmayaraq, yəni biz axtara-axtara, araşdıra-araşdıra prosesdə sırf marağımız hesabına biz hər şey öyrənirdik. Ancaq internet hesabına, akademiyada olan şərait hesabına, bir də ki, tanış insanlar hesabına biz müəyyən bir məlumatlar, təcrübəni əldə edirdik və hal-hazırda bu sahədə istifadə etdiyim biliklərin əsas təməli sırf o yarışmalarda qoyulub. Amerikan CanSat layihəsinə qoşulduq. 2019-2020-ci illərdə bu aparılırdı. Orada yerüstü stansiyanın yaradılması üçün proqramçı kimi daxil olsam da, eyni anda həm bu layihənin elektronikasını öyrənmək məcburiyyətini qaldıq, mexanikasını öyrənmək məcburiyyətini qaldıq. İşin başlanğıcında biz sadəcə Arduino kontrolleri ilə bir işıq yandırmaqla başlasaq da, sonra biz bir peykin tam proqramını yığmışdıq. Yəni burada missiya sadə deyildi. Bizim yığacağımız peyk modeli
raketin içinə yerləşdirilib 800 metrə atılmalıdır. 800 metrdə içindən konteyner atılır havaya və konteyner süzülərək 400 metrə çatanda içindən qanadlı peyk, yəni süzən peyk buraxılmalı idi. O da 100 metrə çatır və öz paraşütü ilə yenə enirdi və bütün bu proses ərzində meteoroloji məlumatları yığmaq, sonra kamera stabilizasiyasını etmək, bütün uçuşun verilənlərini yerüstü stansiyaya ötürmək və bunu təqdim etmək lazım idi. Dünya üzrə 400-ə yaxın komanda bu yarışmaya qoşulmuşdu. Onlardan 30 komanda Amerikaya dəvət olunmuşdu finala və o komandalar arasında da biz də var idik. Bizim rəqiblərimiz elə komandalar idi ki, orada 4-5 nəfər yox, bütün universitet bir komandaya dəstək verirdi. Məsələn, Türkiyə universitetləri bu 4-5 nəfəri komandaya daxil edib, amma bütün universitetlə o işə qoşulurlar isə biz özümüz yəni aramızda bu işi həll etməyə çalışırdıq. Düzdür, bu arada bizə əsas problem yaradan karantinin, yəni bu COVID-19-un gəlməsi oldu. Karantin vaxtlarında bizim paralel işlədiyimiz bir neçə layihə var idi. Oradakı investorlar da karantinin yaratdığı problemlərdən qorxaraq həm yatırım etməkdən çəkindilər. Sonra bizim Amerika dəvətimizdə, yəni Amerikaya gedə bilmədik. Yəni karantinə görə bağlanmış. Biz hətta NASA-ya motivasiya məktubları yazırdıq. Biz gəlməyə hazırıq, nə istəsəz, nə lazımdırsa edə bilərik, tək ki bu yarışmanı bağlamayın deyə. Onlar dedilər ki, bizdə hətta məktəblər, küçələr də bağlıdır. Yəni biz yarışmanı da keçirə bilmərik. Yəni Amerikaya getmək əvəzinə artıq rayona qayıtdım və bir müddət bu psixoloji bərpa prosesini keçirdik. Sentyabr ayında biz qərar qəbul etdik ki, proyektləri saxlamaq olmaz, nə olur olmaz davam eləməliyik və Bakı şəhərinə qayıtdıqdan sonra layihələr davam etdikdə açıq uçuş aparatlarına bağlı biz təkliflər əldə etməyə başladıq. Bu ərəfədə 2-ci Qarabağ müharibəsi başladı. Müharibə başladıqdan sonra bizi Aviasiya Akademiyasında, yəni Sinam şirkəti ilə birlikdə əməkdaşlıq edərək burada dronların istehsalı üçün, uçuş aparatlarının istehsalı üçün bir məsələ yaratdılar. Bizi də ora cəlb etdilər ki, yəni biz bütün gücünü müharibəyə dəstək vermək üçün çalışmalıyıq. 2021-ci ildə biz Qarabağ ərazisində uçuş aparatları vasitəsilə mina axtarma işlərində də iştirak elədik və 18 min hektar ərazinin mina xəritəsini burada həm spektral analizlə, həm də ki, normal görüntü ilə mina xəritəsini verdik. Azərbaycan ümumiyyətlə bu müharibə dövründə, yəni dronların istifadəsi üçün yəni ilk poligonlardan biri oldu və bütün dünyaya göstərdi ki, artıq uçuş aparatları müharibəyə necə təsir göstərə bilər. Bu işdə fəaliyyətə davam edərək 2022-ci ildə Texnofest Azərbaycana biz qoşulduq. Texnofest Azərbaycanda 2 kateqoriya üzrə iştirak etdik. Kateqoriyalardan biri pilotsuz uçuş aparatları kateqoriyası və digəri isə sabit qanad, yəni planer kateqoriyası idi. 2 kateqoriya qoşulmuşdu ki, heç olmasa birisindən nəticə göstərə bilək, amma elə alındı ki, ikisində də birinci yer əldə elədik. Kuboklarımızdan birini Cənab Prezident İlham Əliyev təqdim elədi və ikinci kubokumuzu isə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan təqdim eləmişdi. Aviasiya Akademiyasının özündə də pilotsuz uçuş aparatları laboratoriyası yaradıldı və 2024-dən başlayaraq mən pilotsuz uçuş aparatları qrupunun rəhbəri olaraq bu laboratoriyada fəaliyyət göstərirəm. Hal-hazırda 10 nəfərlik mühəndis qrupumuz var və 80-ə yaxın tələbə bizim laboratoriya tərkibində pilotsuz uçuş aparatları təlimi alırlar. Sinam şirkətində aparıcı mühəndis olaraq da fəaliyyət göstərirəm və həm işin böyüdülməsi üçün, həm də ki, işin davamlı olması üçün gələcək nəsillər ötürülməlidir. Ona görə biz Aviasiya Akademiyasında təlimdən əlavə olaraq müəllim kimi də fəaliyyət göstəririk. Hal-hazırda Akademiyada aerokosmik elektronikanın layihələndirilməsi, mikrokontrollerlər, embedded system deyirlər. Bu fənlər üzrə dərs verirəm. 2023-cü ildə elə Aviasiya Akademiyasının özündə doktorantura piləsində təhsilimi davam etdirirəm. Yerüstü komplekslər, buraxılış avadanlıqları və uçuş aparatlarının istismarı mühəndisliyi ixtisası üzrə təhsilimi davam etdirirəm və Avianika kafedrasında fəaliyyət göstərirəm. Prezident mükafatını almağım üzücü bir günə təsadüf elədi. Yanvarın 30-u mənim babam rəhmətə getmişdi və onu torpağa tapşırandan sonra biz artıq qayıtmışdıq və bu anda zəng gəldi ki, bəs təbrik edirik, siz prezident mükafatına layiq görülmüsünüz. Yəni biraz qarışıq hisslər keçirildi. Yəni bir anda üzüntü, bir yandan da yəni hədsiz sevinc. Mükafatın verilməsi odur ki, bizə onu sübut elədik. Yəni daim bizi izləyirlər və işlərimizi dəyərləndirilir. Məni gənclər üçün prezident mükafatına layiq gördüyü üçün Cənab Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Gələcək plan olaraq bizim qrupun əsas bir məqsədi var. Texnoloji mərkəz yaratmaqdır. Yəni necə ki Amerikada Silikon vadisi fəaliyyət göstərir, bütün bu IT sahəsində olan nəhəng şirkətlər oradan əmələ gəlib. Azərbaycanda biz bu sahəni belə bir zonanı qurmaq istəyirik və buna
yəni adım-adım demək olar ki, çox yaxınlaşmışıq. Əsas müraciətim valideynləridir ki, uşaqlarınızı hazır olan sahələrin yönləndirməyə çalışmayın. Yeni sahələr olsa da, bu istiqamətdə uşaqların əgər marağı varsa, onlara tam dəstək göstərib inkişaf eləməsi üçün çalışın. Biz tam gücümüzlə bura gələn, yaşına asılı olmayaraq, şagird, tələbə, yetkin insan da olsa, marağı varsa biz ona tam dəstək göstəririk ki, bu sahədə özünü göstərə bilsin. Əgər biz bir şagirdə, az yaşlı bir mütəxəssisə limit qoymasaq, ona bunu bacarmadığını deməsək və şəraiti yaratsaq, yəni o möcüzələr yaradır. Belə-belə işlər.